Ev filmi Əskər Yusifi Nicad rejissorluğu ilə 2016-cı ildə çəkilmiş və 2017-ci ildə İran kinoteatrlarında nümayiş olunmuşdu. Film Azərbaycan dilində çəkilib. Yusifi Nicad İran filminin məşhur aktyorlarına yer verməsə də, aktyor işi olduqca inandırıcı və peşəkar alınıb. Film İranlı həyatının realist təsvirini təqdim edir. Hekayə atasını tərk etmiş qızın atasının vəfatından sonra onun vəsiyyətini, cəsədinin tibb universitetinə bağışlanmasını yerinə yetirməyə mane olmasından bəhs edir. Vallahi mən sizə haqq verirəm bacım. Ata ölümü çox çətin olar, məxsusən qız uşağına. Məni qəbul eləyək da, atasının öz istəyidir. Axı nəcür olub ölüyün sözü diridən kəsərlidir? Onu mən nə arz eləyim bacım, bu şəhridir, qanundur. Mənim sizin öhdəmizdən xaricdir. Ağay möhtərəm, Bəli. əgər sizin bu kağızlarınızda yazmayıb ki, mən mınqızıyam, bu dinsiz Siciliya bir göz dolandırır. Əsas sən özün bax. Sən özün apab dədəv verəsən Sallaxaniyə. Vallah verməsən. Güclü aktyorluq, maraqlı, eyni zamanda gözlənilməz və təəccübləndirici sujet, müxtəlif sosial inanclara və xurafatlara edilən tənqidlər, eləcə də qeyri-peşəkar kamera ilə çəkilmiş kadrlar hekayədəki emosional dalğalanmaları əks etdirməyi bacarmış və tənqidçilərin diqqətini cəlb etmişdi. Bu film İranın müstəqil kino festivalı olan 18-ci Hafiz Festivalında Abbas Kiarostami xüsusi medalı ilə təltif edilib. Bu medal kinematografiyada yeniliklərə imza atan rejissorlara verilir.